Neçə dildə danışa bilirsiniz? 5-6 dil bilirəm. Belə sərbəst danışa bilməyəndə mən ona görə hər dəfə məndən istəyəndə mən Azərbaycan dilində istəyirəm danışım. Ona görə ki, gələndə Bakıya mən 28 yaşımda təbii ki, heç yerdə Azərbaycanca danışmırdım və danışa da bilmirdim sərbəst. İndi mən özüm istəyirəm hər yerdə Azərbaycanca və mənə çox təsir eləyir. Niyə görə mən o biri dildə başa düşürəm, ya götürək hələ rus dildə yazıram da, amma Azərbaycan dilində danışa bilməyim. Ona görə mənə bu çox təsir eləyir və istəyirəm də, çalışıram da. İndi bəzi sözləri də düz deməsəm, amma çalışıram ki, Azərbaycan dilində danışım. Nə vaxtsa Azərbaycan dilində əsər yazmağı fikirləşirsiniz? Xeyr, fikirləşmirəm, açıq deyil. Mən hesab eləyirəm ki, o dilettantlıq olacaq, o peşəkar yazı olmayacaq. Azərbaycan dilində bəzi terminlər hələ indiyəcən yoxdur. Yəni, dedektiv ədəbiyyat ümumiyyətcə olmayıb və onu mən yaradan ola bilmərəm. Ona görə ki, onu yaradan adam çox gözəl Azərbaycan dilini bilməlidir. Və bizdə olub vaxtı ilə 60-cı illərdə yazıblar, Qara Volqa yazıb, Cümşüd Əmir, sonra yazıblar, yəni Elçinin kinosu var idi, Rustam İbrahimbeyevin kinosu vardı, yazılıb. Amma belə peşəkar bunu ilə heç kəs məşğul olmayıb və mən hesab eləyirəm ki, bizdə olsa bu milli detektivi mütləq yaxşı Azərbaycan dilində yazmalıdırlar. Mən fəxr eləyirəm ki, çox adam, indi Sabisednik axırıncı nömrədə yox, bir həftə bundan öncə orada yazıblar ki, bunun çox gözəl dili var, yəni rus dili. Yəni yazanda mən belə səviyyədə istəyirəm yazım ki, o əsl ədəbiyyat olsun, o belə şey olmasın, hələ belə kitab olmasın. Hələ bir əhvalatı mən sizə danışım ki, yanvarda 90-cı ildə siz bilirsiniz, Qara yanvar olandan sonra bizi o vaxtdakı Mətbuat naziri çağırdı, Rəşid Mahmudov və xahiş elədi ki, biz neysə yazmalıyıq. Moskvada Ali Sovetun sessiyası açılacaq, Qarbaçov açır. Biz neysə eləməliyik, 3 günümüz var, cəmi 3 gün var. Mən bilirəm ki, 3 günə kitab yazmaq olmaz, amma yazmalıyıq. Başa düşürəm ki, 3 günə onu bura. Və mən sizə deyim, 3 yox, 2 günə, yəni mən indi deyəndə özüm də inanmıram, amma 2 günə biz onu, İbrahim Şükürov və mən ikimiz, biz onu yazdıq, yaratdıq, yığdıq və o həmin kitab, Bakıda onu çox adam görmüşdü, Qara yanvar kitabı, rus dilində çıxmışdı. Həmin kitab 2 günə hazırlayan kitab çıxmışdı və onu biz sonra Moskvaya da apardıq. Bilirəm ki, onu Qarbaçova da təqdim elədilər, o həmin kitabı. Və mən sizə deyim ki, orada belə çoxlu məlumat vardı ki, çoxsunu biz hələ salmamışdıq. Yəni, axırıncı 10 ildə çox böyük miqdarda məlumat alırsan və o məlumatı istifadə edirəm. Tofiq Bayramın bir ifadəsi vardı. O deyirdi ki, ürək ancaq dözmür, nadan sənə alim kimi dərs deyəndə. Çingiz Abdullayev nəyə dözmür? Yalana dözmürəm, rüşvətxora dözmürəm, hər şeyə dözmürəm. Axır vaxtlar heç dözmürəm. Görürəm, gəlirəm o birisi ölkələrdən, bilirsiniz, mənim kabinetimdə asılıb şəkillər. Estoniyanın prezidenti ilə, Litvanın prezidenti ilə, İspaniyanın kralı ilə, Belgiyanın kraliçası ilə. Gəlirəm oradan hələ bir düşürəm bir 16-cı əsrə, 15-ci əsrə. Gəlirəm burada görürəm, belə şeylər görürəm ki, day dözmürəm. Fikirləşirəm, niyə görə mənim vətəmdə belə olmalıdır? Niyə görə orada 21-ci əsrdir, bizdə 15-ci əsr olmalıdır? Axır vaxtlar başa düşürəm ki, belə olmaz. Başa düşürəm ki, mən kitab yazıram, haradasa çıxır, mən pul alıram, müstəqiləm, heç kəsdən tabi deyirəm, ona görə özümə. Başa düşürəm ki, hər adam bunu eləyə bilməz, amma dözmürəm. Axır vaxtlar heç dözmürəm. Yaltaqlığa necə? Sizcə onun səviyyəsi bizdə azalır, artır? Yox, artır, artır. Təəssüflər olsun ki, artır. Və sizə deyim ki, belə, lap belə həddi yoxdur onun. Hər adam fikirlər. Bilirsiniz, mən adamları da başa düşürəm. Yəni, o vəzifədə qalmaq üçün o yaxşı işləməməlidir. O yalnız yaltaqlanmalıdır ki, vəzifə. Yəni, rəhbərdən asılıdır. Sən qalırsan, qalmasan. Xalqdan axı asılıdır. Kimi indi bugün seçirlər? Heç kəsə. Hamısını vəzifəyə təyin edirlər. Ona görə yalnız bir məqsəddir ki, sən rəhbərə xoşa gələsən. Qutardı. O birisi məqsəd yoxdur. Qapıları bağlayırlar. Baxın, hökumət telefonu bir nazir qaldırmır. Mən onu dəfələrlə demişəm, indi də istifadə edib, istəyirəm deyim. Prezident gedəndə Azərbaycandan bütün nazirlərin hələ bir hamısını çıxardıblar. 2-3 nazir bəlkə telefonu özü qaldırır. Hamısı hələ bir qaçırlar işdən. Niyə görə? Ona görə ki, bu belə bir təşkilatdır ki, birinci adamdan hər şey asılıdır. Birinci adam olmayanda bütün nazirlik işləmir. Olmaz axı belə şey. Olmaz da oradan o. Ona görə mən sizə deyim ki,
çox çətin. Çox çətin və bu yaltalamaq gedir hələ bizdə, qurtarmayacaq bu belə. Sizcə bunun səbəbi aşağıdandır, yoxsa yuxarıdan? Aşağıdan da, yuxarıdan da. Niyə görə? Bilirsiniz, bir tərəfdən Azərbaycan çox kiçik bir ölkədir. Yəni, burada prezident respublikasıdır və bunu biz təbii ki bilirik. Amma o biri tərəfdən də bu hər şey ki qurulub yalnız bir adama, bu da çox çətindir. Biz hamımız oturub istəyirik ki, Heydər Əliyev hər şeyi həll eləsin bizim üçün. Qarabağı da həll eləsin, iqtisadi məsələləri də həll eləsin, bütün rüşvətxorluğu da yığışdırsın. Amma onda mən sual verirəm, Heydər Əliyev olmayanda, o birisi prezident olsa, rüşvətxorluq olmayacaq? Bundan çox olacaq. Qarabağı bizə qaytararlar, xeyr ermənilər qaytarmayacaqlar, gedib silahla almalıyıq. Yəni, hansı problemimizi biz özümüz həll eləyə biləcəyik, yəni o birisi adam. Ona görə bəlkə aşağıdan da, yuxarıdan da. Yuxarılar başa düşməlidirlər ki, neysə dəyişiklik mütləq olmalıdır. Aşağıda da oturub hamısını bir adamla bağlı eləməməlidirlər. Hərəsi öz yerində neysə eləməlidir. Amma təəssüflər olsun ki, çox adam onu fikirləşmir. Fikirləşirlər ki, o bir adam fikirləşir də, biz nə üçün oturub fikirləşək? Kimsə demişdi ki, bu ağıllı insanlardan problemləri kadrlar yaradır, kadrlar da aradan götürür. Siz necə hesab edirsiniz? Hesab edirəm bəzi kadrlar, amma mən deyə bilmərəm ki, bizdə kadrlar yoxdur, var. Təəssüflər olsun ki... Onlar sadəcə yerində deyirlər. Yox, yerində yox. Bilirsiniz, mən onu çox fikirləşmişəm. İndi deyəndən sonra bəlkə bəzi adamlar məndən narazı da olacaqlar. Amma mən onu çox fikirləşirəm. Axı, niyə görə belə bizdə heç bir ölkədə belə iqtidar-müxalifət münasibəti yoxdur? Belə nəinki sevmirlər bir-birini, nəinki nifrət eləyirlər, öldürməyə hazırdırlar bir. Niyə görə? Mən onu çox fikirləşirdim və sizə deyim ki, bax, mən sürücü ilə spor eləyirəm ki, maşını biz necə remont eləyək, bu tərəfin ya o bir tərəfin. Amma ikimiz də çalışırıq ki, bu maşın işləsin, getsin. Müxalifət də, iqtidar da xalqdan danışırlar. Yəni, ikisi də fikirləşirlər ki, xalq yaxşı yaşasın sözdə. Amma belə çıxır ki, xalq daha pis yaşayır. Onda mən fikirləşirəm ki, onlar xalqı yox, öz vəzifələrini fikirləşirlər, öz pulunu fikirləşirlər, öz ciblərini. Ona görə onların müharibəsi xalqa görə yox, onların müharibəsi vəzifəyə görə gedir və pula görə gedir. Mən oturmuşam bu pulda və sənə vermək istəmirəm. Mən də oturmuşam, pulum yoxdur, istəyirəm səni çıxardım, sənin vəzifəyə keçim və öz qohumlarımı pullu vəzifələrə qoyum və özüm bu pulu cibimə töküm. Onu çox adam onu fikirləşir. Təəssüflər olsun, mən onu dəfələrlə demişəm. Xalqdan danışan adam o demagogiyadır. Çox vaxt onu fikirləşmirlər. Amma ağıllı adamlar var. Mən sizə deyim, inandırım sizi. Bizim bəlkə bu faciəmizdir ki, bəzi jurnalistlər, müxalifətlə olan jurnalist iqtidarı təhqir eləyirlər, söyürlər, iqtidarla olan müxalifəti. Ona görə mən onu çox fikirləşmişəm. Bilirsiniz, görünür, indiki vəziyyətdə olmaz ki, hansısa bir partiya, bir hakimiyyətdə olan bir partiya desin ki, yalnız biz haqlıyıq, o birisilər haqlı deyirlər. Biz seçməliyik, bizdə ağıllı adam var. Demək olmaz ki, yoxdur. Mən baxıram, İlham Əliyevi tərifləyənlər İsa Əmbəri pisləyirlər. İsa Əmbəri tərifləyən İlham Əliyevi pisləyir. Amma əslində düzdür, mən ikisini də tanıyırım, ikisi də mənim oxucumdur. Və sizə deyim ki, ikisi də çox ağıllı adamdırlar. Yəni, onlarla münasibətdə olanda başa düşürsən ki, bunlar ağıllı adamdırlar. Bunlardan istifadə eləmək lazımdır. Sövməklə, danlamaqla heç nə çıxmayacaq. Çingiz müəllim, siz demişdiniz ki, barışıq olmasa 5-6 ilə bu millət məhv ola bilər. Bəli. Sizcə birinci addımı kim atmalıdır? Çətin sualdır. Amma hesab eləyirəm ki, Heydər Əliyev. Ona görə ki, onu hamısı qəbul eləyirlər. Onu qəbul eləməyəndə müxalifət onu heç olmasa hörmət eləyir. Heç olmasa başa düşür ki, bu sizə deyim, Heydər Əliyev də, mən yaltaqlamaq üçün demirəm, tərifləmək üçün demirəm. Amma bizim prezidentimiz tarixi şəxsiyyətdir. Bu belədir. İstəsən də, istəməsən də bu tarixi şəxsiyyət. Necə Nəriman Nərimanov olub bizim tariximizdə, Heydər Əliyev 32 il rəhbərlikdə duran adam bu tarixi şəxsiyyətdir. Bu da belədir. Bugün də getsə öz vəzifəsindən, bu qalacaq Azərbaycan tarixində, Azərbaycanın siyasətində bu qalacaq tarixi şəxsiyyət kimi. Və heç olmasa ən azı bunu qəbul eləmək lazımdır.
Bunu müxalifət də qəbul eləyir, deməsə də, amma eləyir, iqtidar da qəbul eləyir. Ona görə ondan çox şey asılıdır. Amma yalnız ondan yox, ondan çox. Və birinci addımı mən hesab edirəm ki, iqtidar atmalıdır. Sizcə atacaqmı bu barışıq addımını? Qorxuram ki, yox. Ona görə ki, bilirsiniz, bizdə bu müxalifat, iqtidar söhbəti biraz bu şəxsi söhbətə keçir. Biz kimisə sevirik, kimisə sevmirik, kimisə qəbul edirik, kimisə qəbul eləmirik. Ona görə ki, bu danışıqlar, biz ermənilərlə gedib görüşürük, danışırıq, amma bir-birimizlə çox vaxt danışa bilmirik. Təəssüflər olsun ki, belədir. شهر رمضان الذي أنزل فيه القرآن. Təbiətin bizə tövhəsidir çay. Ustalıq, diqqət və sevgi ilə işlənir. Dünyanın ən yaxşı çayları beta çay mütəxəssislərinin əlində misilsiz bir ləzzətə çevrilir. Əvəz olunmaz dadı, rəngi və ətri ilə hər ana xüsusi məna bəxş edir. Bir mədəniyyətdir çay. Paylaşdıqca çoxalır. Həvəskarların seçimi indi ən yeni qutularda. Beta çay. Keyfinizə keyf qatın. Allah mehribandır və mehribanları da xoşlayır. Ramazan bayramınız mübarək olsun. Hər yerdə tərifləyirlər İlham Əliyevi ki, indi bu ənənəyə çevrilib ki, tərif əmək. Amma mən şəxsən onu ilə tanışam və ona görə yox ki, mənim oxucumdur. Mən sizə deyim ki, ondan istifadə, ən azı ondan istifadə eləmək olar. Ən azı onun o işləyə bilir. Ən azı o görürsünüz Olimpiya Komitəsində necə işlər görür. Heç olmasa ondan istifadə eləmək olar. Bilirsiniz, hər şeyi qara ilə yazmaq. Yəni bizdə iki fikir var. Bir fikir iqtidarındır ki, müxalifət heç nə eləmir, quldurdular, gəlmişdilər, dağıtdılar hamısını. İndi biz gəlmişik, hər şey yaxşı eləmişik. Bir fikir də müxalifətin ki, onlar heç nə eləməyiblər, rüşvətxordular hamısı, biz gələndən sonra hər şey yaxşı olacaq. İkisi də düzdür. Əslində ikisi də. Xalq da başa düşür bunu. Ona görə mitinqlərə heç kəs getmir. Başa düşürlər. Nə bunu ilə razıdırlar, nə o biri ilə. Hər tərəfdə pisi də var, yaxşısı da var. Yaxşısından istifadə eləmək lazımdır, pisini qəbul eləmirik. Təəssüflər ki, bizdə belə deyil. Sizə verilən ən nadir hədiyyə nədir Çingiz müəllim? Mən onu demişdim. Ən böyük mənim ən böyük mükafatlar, hədiyyələrim olub ki, mən ağıllı adamlarla oturub durmuşam, danışmışam. Mən 5 Nobel mükafatlı laureatı ilə danışmışam. Nəinki tanış olmuşam, oturmuşuq bir məsada. Bundan böyük mən bilmərəm. Bundan böyük bir hədiyyə ola bilməz. Siz dediniz ki, sizin ən çox sevdiyiniz ağıllı adamlarla söhbət etməkdir. Çingiz Abdullayevin söhbət etdiyi ən ağıllı adam kimdir? Çox olub, sizə deyim. Hesab edirəm ki, Jose Saramago olub, mən sizə deyim, o Nobel mükafatı laureatı, Portuqaliyanın yazıcısı, sizə deyim, çox. Amma belə olub ki, Hindistana getmişəm, orada dağda bir adam tapmışam, onu ilə danışmışam. O da çox maraqlı olub. Yəni, çox adamlar olub. Neçə övladınız var Çingiz müəllim? 2. Qızla oğlan. Qızım məktəbi qutarır, oğlum hələ oxuyur. O hüquqşünas olmaq istəmir? İstəyir. Oğlum yox, amma qızım istəyir. Bu dəfə qızınıza keçəcək hüquqşünas. Bəli, görünür. Bəlkə oğluma da keçdi, onu deyə bilmərəm. Çingiz müəllim, sizə rüşvət necə? Veriblərmi? Sizə deyim, açıq deyim ki, bunu bilirlər Qaradağda, veriblər. Mən militsi, o vaxtdakı militsi yoxlamalı idim və gəldim bütün şöbələri yoxlamağa. Axırda OBXSS-in rəisi çıxdı bir konvertlə və mənə bu konverti verdi. Bilmirəm, orada o vaxtdakı pulla 400 idi, 500 rubl idi. Mən onu çağırdım ki, çıxaq bu militsi idarəsindən. Verdim həmin konverti və dedim ki, xahiş eləyirəm da ikinci dəfə belə şey eləməyəsən və göndərdim da. Bunu ilə də bu qutardı. Heç vaxt rüşvət almır? Yox,
deyə bilər. Mən sizə deyim, orada işləyəndə heç vaxt almamışam, onu hamısı bilirdilər. Bütün rayon bilirdi ki, rüşvət almamışam. Burada keçəndən sonra heç fikirləmə də gələ bilməz ki, yazıçılar falan ki, yəni halbuki burada çox var idi o vaxt. Yəni imkan, maşın mən verirdim, ev mən verirdim, bağ mən verirdim. Amma heç mən təsəvvür eləyə bilməzdim ki, Nəbi Xəzridən, ya Baxtiyar Vahabzadıdan, ya Bayram Bayramovdan, ya kimdənsə mən pul ala bilərəm. Heç mən təsəvvür eləyə bilməzdim. Sizin, belə deyək, çoxlu oxucunuz var. Əsərləriniz müxtəlif dillərə tərcümə olunur. Bəs əsərlərinizin qəhrəmanı olmaq üçün necə? Sizə rüşvət təklif edənlər olmayıbmı? Yox, rüşvət təklif, amma dostlarım çox istəyir ki, onlardan yazım və bəzi dostlarımı yazmışam. Yox, olub belə şeylər, yəni istəyiblər ki, kimisə yazım, kimdənsə yazım, amma... Məşhurlardan kimlər məsələn istəyib? Çox adam istəyib, sizə deyim, yəni çox adam istəyib ki... Bir neçəsini adını çəkə yox, adını çəkə bilmərəm, amma çox adam indi də istəyirlər, sizə deyim. Nəinki istəyir, gəlirlər bəzi adamlar mənə, zəng vururlar ki, gəlib danışaq sənə, bunu yaz ki, çox əhvalat da danışırlar. Biz nə qədər çox kitab çıxır, o qədər çox adam gəlir ki, danışaq sənə, məlumat verək, dokument verək sənə. Çox maraqlı olur, sizə deyim. Bir misal gətirə bilərəm. Bizim keçmiş Azərbaycanın rəhbəri Kamran Bagirov, o görünür, hiss eləyirdi ki, gedəcək. Yəni, axır vaxtlar zəng vururdu mənə, biz onu ilə görüşürdük və çox maraqlı bizim söhbətlərimiz olmuşdu. Çox öz kitabxanasının çox maraqlı kitabları göndərirdilər ona ki, onu bu oxuyub ləğv eləməli idi həmin bu kitabı. Amma bu kitabları o yandırmamışdı, o vaxt mənə vermişdi və orada çox maraqlı kitablar olmuşdu. Sizə deyim, çox olur belə əhvalatlar. Çox olur. Onun obrazını necə yaratmağı fikirləşir? Onun obrazını yox, amma ümumiyyətcə mən hesab edirəm ki, Azərbaycanın rəhbərlərin obrazı yaratmaq çox maraqlı olardı. Eşitmişəm 20-ci əsr Azərbaycan tarixini, belə deyək, bədiləşdirmək istəyirsiniz. Mən istəyirəm belə bir kitab yazım, yəni bu dedektiv olmayacaq. Təbii ki, bu Azərbaycan Bakının tarixi olacaq. 20-ci əsrin çox maraqlı bizim tariximiz olub 21-ci əsrdə və mən onu istəyirəm yaradım. Sizi ən çox nə heyrətləndirib? 500 ildə, indi düzdür, onun vəsiyyəti olub Məhəmməd Füzulinin ki, məni gedib orada bastırasınız və İmam Hüseynin kölgəsi düşsün Füzulinin qəbrinə. Amma indi hər adam orada bastırmırlar axı. Hər adam, indi mən də desəm, mən aparıb orada qoymayacaqlar. Yəni, bilirsiniz, mən onu çox fikirləşirdim. Əslində, şair padişahdan da çox böyük adamdır, yəni əsl şair. Ona görə mən deyirəm ki, mənim üçün yazıcı çox böyük bir rütbədir. Mən Amerikada muzeydə görmüşəm Nizaminin şəklini. Yəni Nizamini orada da bilirlər. Yazıblar Azərbaycan, fars dilində yazan Azərbaycan şairi İlyas Nizami Gəncəvi və bu bilirsiniz mənim üçün çox böyük bir əhvalat olub. Ona görə ki 8 əsr Nizaminin ölmüşündən sonra 860 il anadan olandan sonra keçib, amma baxın, Gəncədə bir qəbir qalmayıb. Bir padişahın, bir sultanın, bir beyin, necə varlı adamlar olur. Nizami çox kasıb adam olur, amma baxın, necə Nizamini necə qalıb dünyada. Yəni bu dünya şair dünyasıdır, şeir dünyasıdır, yazıcı dünyasıdır. Siz evinizdə səhv etmirəmsə, amma bir dəfə etiraf edibsiniz ki, Elçibəyin də vurğunusuz və bu o vaxt idi ki, Əbülfəz Elçibəy prezident idi. Yox, vurğun dördüm, mən onu sizə bu əhvalatı danışa bilərəm. Bilirsiniz, Əbülfəz Elçibəy prezident idi və o vaxt yadınızda olar 2-3 adamı həbs eləmişdilər də, yəni bunu ilə bağlı deyil. Onda biz qərara gəldik ki, biz prezidentlə danışmalıyıq. 8 adam biz getdik onun evinə. Maksud Rustam İbrahimbəyevlər, Anar, Tofiq Quliyev, Vasif Adgözalov, Fərxad Bədalbeyli və Fərxad Xalilov. Və mən onlarla oldum. Biz 8 adam getdik onun evinə. 4 saat o bizi qəbul elədi öz evində. Bağladı qapını, heç kəsi buraxmadı. O Zelonlu Sadda, orada biz görüşmüşdük. Oturub orada 4 saat biz onun hamısını danışırdıq. İnandırım sizi ki, oturub ağlayırdı bu kişi. İnanmırdı ki, bu belə biabırçılıqlar var, inanmırdı. Götürdü ruçkanı, 18 məsələ yazdı. Biz ona bir-bir dedik ki, bax bu məsələləri təcili həll, dağılır Azərbaycan, bunu təcili və dedik ki, biz inqilabı biz ona görə eləmişik ki, bu belə olsun. Hamısını yazdı, söz də verdi ki, bunu hamısını eləyəcək.
Mən evə qayıtdım, dedim ki, vurulmuşam bu kişiyə. Necə yaxşı, necə bizi qarşıladı, necə yaxşı kişidir. Mən deyim ki, belə mən gözləməzdim ki, bizim prezidentimiz var. 18 məsələdən biri də həll olunmadı. Bu, onun ən böyük faciəsi idi. Bəlkə ona görə də gedib. Deyirlər xəstəlikdən. Vallahi xəstəlikdən getməyib. Ona görə ki, başa düşdü ki, hakimiyyətdə olan vaxtı heç nəyə nail ola bilməyiblər və bəlkə bu, onun faciəsi onu öldürmüşdü. Ən böyük faciəsi o idi ki, müstəqillik ələ eləyəndən sonra çox şey elə eləyə bilmədilər. Soyuq münasibətiz o vaxtı Yazıçılar İttifaqının ətrafında yaranmış narazılıqla bağlı deyil ki? Onunla da bağlıdır, sözsüz. Nə narazılıq idi o? Sözsüz. Çox idi narazılıq. Birinci o idi ki, bizə ingilis səfiri gəlmişdi ki, sizi buradan köçürdürlər. Gəlib baxırdı bizim binamıza. Bilirsiniz, bizim binamız, qənə deyirəm, bir müqəddəs bir yer, tarixi abidədir orada. Gəlib bizi köçürmək. Axırda Yusif Səmədoğlu rəhmətlik mənim yanımda zəng vurdu və dedi ki, mən Səməd Vurğunun oğluyam və mən sizə söz verirəm. Birinci adam girən bu ittifaqa güllənin başına vuracağam. Və bunu ilə də qutardı. Bilirsiniz, çox belə şeylər var idi. O vaxt çox adam başa düşmürdü bunun əhəmiyyətini. Çox adam başa düşmürdü, niyə lazımdır. Fikirləşirdi ki, təzə inqilab. Pənah Hüseynov mənə şəxsən demişdi ki, necə kommunist vaxtında yazıçılarımız onların sifarişi ilə yazırdılar, indi bizim sifarişimizlə yazacaqsınız. Bax, şəxsən mənə demişdi bunu. Mən də gülmüşdüm ki, mən dediktiv yazıram, bilmirəm necə yazacağım sifariş. Yəni, bunlar olmuşdu. Görünür, çox adam o vaxt başa düşmürdü. Bilirsiniz, mən isə Qambarla bu 10 ildə nə qədər danışıram, görürəm ki, başa düşür.